Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibine tahirin ve la'nut daim ala a'daihim ecma'in minel an ila liqa'i yevmeddin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz dünən çıxışımızda qeyd eləmişdik ki, dünənki müzakirəmizdə Allah son dərəcə mərhəmətlidir və mərhəməti də Quran-ı Kərimdə özünü biruzə verir. Və haraya qədər mərhəmətlidir Allah, onu müzakirə eləmişdik və qeyd eləmişdik ki, Allah razı deyil bir insan belə cəhənnəmə düşsün, yəni əzab dadsın. Heç kimin əzab dadmasına razı deyil. Və müəyyən cümlələr Allah özü Quran-ı Kərimdə buyurur. O cümlələrə baxıb görürük ki, Allahın əsas istəyi insanın dünya və axirətinin xeyirli olmasıdır. Təkcə Allah insanın axirəti üçün çalışmır, həm də insanın dünyası üçün çalışır. Əgər bir insanı yaradıbsa, onun dünyasını da və axirətini də tam olaraq düşünür və tam olaraq onun üçün proqram cızıb. Əgər insan üçün həyat tərzinin yolunu bəyan eləməsəydi, onda Allahın bizə mərhəmətinin görsənməsi çətin olardı. Amma insan üçün həyat tərzi bəyan edib, həyat tərzi, həyat yolu qoyub. Və elə bir həyat yolu qoyub ki, o yolla gedən nümunələri də bizə göstərir Quran-ı Kərimdə ki, bu yolla gedən nümunələr, nümunəvi şəxsiyyətlər görürsünüz ki, dünyaları da və axirətləri də xeyirlə keçib. Deməli, Allah mərhəmətli varlıqdır, son dərəcə mərhəmətlidir. Niyə görə biz Allahın bu cümlələrindən mərhəmət ifadə edən cümlələrini danışırıq və danışmalıyıq? Ona görə ki, Allah müəyyən insanların nəzərində səhv çatdırılıb, düz təqdim olunmuyor və biz indi istəyirik ki, o Allaha ümid bəsləyək və arxayın olaq ki, bu Allah bizə kifayət eləyəcək, bu Allah bizim dünyamızı və axirətimizi səhmana, nizama sala biləcək varlıqdır. Ona görə də Allahın keyfiyyətindən danışmalıyıq, xüsusiyyətlərindən danışmalıyıq ki, biz ona ümid bəsləyə bilək. Yəni, ümid bəsləməyimiz üçün bizim əlimizdə nəyimizsə olsun. Başqa bir Quran ayəsini deyirəm bugün, o ayə əsasında müzakirə eləyək. Quran ayəsi buyurur ki, İnnəlləhə yuridu bikumul yusra və la yuridu bikumul usra. Allah sizin üçün çətinliyi bəyənmədi, Allah sizin üçün rahatlığı seçdi. İndi biz qarışdırırıq. Din çətinlikdir, yoxsa rahatlıqdır? Din insan üçün çətindir, əməl etmək, yoxsa insan üçün rahatdır. Bunu müzakirə eləyək. Oradan biləcəyik ki, Allah bizim üçün bizə mərhəmət göstərmək istəyir, yoxsa bizi əzaba tərəf aparmaq istəyir. Allah bizim əzaba düşməyimizdən rahatdır, belə deyək, xoşdur, yoxsa Allah üçün bizim xoş bir həyat yaşamağımız maraqlıdır. Ayə buyurur ki, İnnəlləhə yuridu bikumul yusra və la yuridu bikumul usra. Allah sizin üçün rahatlığı seçdi və çətinliyi seçmədi. Çətinliyi bəyənmədi. Allah sizin üçün rahatlıq istəyir. Rahatlıq istəyir, gəlin qayda qanunlarına baxaq. Mübarək Ramazan ayıdır. Mübarək Ramazan ayında əgər bizim üçün rahatlıq istəyibsə, Allah niyə görə oruç tutmağı əmr edir? Səhərdən axşama qədər susuz qalacaq, ac qalacaq. Əmr edir, məhdudiyyətlər qoyur bizim üçün. Və bu necə rahatlığın nişanəsi ola bilir? Allahın bizə göstərdiyi mərhəmətin necə təzahürü ola bilir? Necə duyaq burada mərhəməti? Hər birimiz bilirik ki, insan axirət mövzusunu hətta müzakirə eləməsək də belə, görürük ki, insan dünyada hər hansı bir maddi qidadan çox qidalanırsa, çox faydalanırsa, daha çox qidalanırsa, həddi keçirsə, o həddi keçmək insan üçün çətinliklər yaradır. İnsan dünyada çox şey əldə eləmək istəyirsə, ömrünü itirir, rahatlığını itirir. Və insan nəfsi, insan istəkləri belədir ki, əgər kökləməsə, heç vaxt doymur, doymaq bilmir. Aldıqca, qazandıqca, əldə etdikcə yenə qazanmaq istəyir. Allah
bizə gəlir burada kömək eləmək istəyir. Demək istəyir bizə ki, qazanın, əldə eləyin, amma həddi keçməyin. Həddi keçməyən yəni nə? Deyir, özünüzə ziyan edəcək qədər hərəkətə ehtiyac yoxdur. Yəni, sən nəsə əldə eləyəcəksənsə, onun həvəsi var, onun belə deyək, illüziya kimidir, onun həvəsi var, görüntüsü var, amma o sənə rahatlıq vermir. Özün də şahidsən ki, sənə rahatlıq vermir. Biz bir şey istəyirik, Allah demir ki, istəmə. Deyir, sadəcə bu istəyi reallaşdırmağa tələsmə. Sənin istədiyin şey ola bilər ki, sənin əlbə 10 gün sonra çatacaq. Daha doğrusu çatmalıdır. Deyir, 10 gün sonra çatacaqsa bu şey, ona uyğun proqramlaşdır həyatını. Sən 10 gün əlbə çatacaq, 10 gün sonra əlbə çatacaq bir şeyi bir günə istəyirsənsə, sən həmişə səhv edirsən. Bax, bizim səhvlərimiz hardadır? Bizim səhvlərimiz hardan doğur? Biz özümüz bir rahatlıq yolu təyin eləmişik ki, mən bu düşüncə ilə bu rahatlığa gedib çatıram. Mənim üçün belə rahatdır. Mənim üçün belə rahatdır. Misal olaraq, Allah kömək olsun hamıya, Allah tövbə qismət eləsin hamıya. Bir nəfər cavan, bir nəfər gənc deyir, yox, mən azad yaşamaq istəyirəm. Mənim üçün üzr istəyirəm ifadəmə görə bu içki həyatı daha rahatdır. Doğrudan da vicdanla sual verək. Bu ona rahatlıq verib ya verməyib. İnsafla, vicdanla danışaq, heç bir şəri qayda qanunu qatmıram. Görürsən, bu içki həyatı buna rahatlıq verdi ya vermədi. Baxırıq dünyada, bugün yaşadığımız zamanda və dünən də belə olub, bugün də belədir, sabah da əgər bu proqramla yaşasaq belə olacaq. Bu içki məsələsi, hər hansı bir məst edici sudan istifadə edirsə bir cavan, nə qədər rahatlıq verib bugünə qədər içki içənlərə? Yəni, baxaq gör, Allah qadağan edib. Deyir, nə oldu? Allah hər şeyi qadağan elədi, sonra da mərhəmətli oldu. Hər şeyi qadağan eləyən necə mərhəmətli olur? Gəlin, baxaq görə nəyi qadağan eləyib. Bir nəfər üçün Allah bir keyf həyatı yaradıbsa, sən bu həyatdan keyf almalısan, ləzzət almalısansa, demir ki, keyf eləmə. Deyir, elə. Amma elə bir keyflə məşğul ol ki, onun sonra baş ağrısı olmasın. Sonra əziyyət verməsin. Sənin seçdiyin keyf yolu əziyyət verir, əzab verir. Yəni, evində ailən səndən narahat olur, sənin valideynlərin səndən narahat olur və nəticə etibarilə, üzr istəyirəm, sənin bütün düşüncə prosesi və təsir edir. Misal olaraq bunu qeyd edir amma. Bütün düşüncə prosesi və bu təsir edir. Sənin adlandırdığın keyf budursa, bu keyfli həyat deyil. Mən elə bir keyfli həyat deyirəm sənə ki, onun keyfi heç vaxt tükənmir. Bitmir. Mən o keyfə dəvət edirəm səni. Bir hədis var, Həzrət Əli əleyhissalamın olmalıdır bu hədis. Çox möhtəşəm hədisdir. Həzrət Əli əleyhissalam buyurur ki, insanların qəlbləri 3 növdür. 3 növdür insanların qəlbləri. Çox maraqlı bir hədisdir. Elə bu hədisi izah eləyə bilsəm, elə bilirəm ki, bizim üçün faydalı olar. Deyir, bir dəstə insan var ki, qəlbun məşğulun bir dünya. Deyir, bir dəstə insanın qəlbi var ki, onlar ancaq dünya ilə məşğuldurlar. Yəni, onlar dünya qədər işləyir. Onun dərdi ancaq dünyadır. Onun dərdi ancaq dünya qədərdir. Bu qəlblə məşğul olanlar sonda itirəcəklər. Məntiqlə baxaq məsələyə görə Allah bizə burada mərhəmət göstərir, axirəti də bu dünyaya qoşmaqla, yoxsa bizim işimizi çətinliyə salır. Məntiqlə baxaq, düşüncə ilə baxaq. Yaxşı, qəlbun məşğulun bir dünya. Bir dəstə insanın qəlbi var ki, onlar dünya ilə məşğuldur. Yaxşı, insan dünya ilə məşğul oldu. Tikdi, yaratdı, yaşadı, ondan sonra qazandı. Yaxşı, bunlar bitir. Yəni, sənin qazandıqların qalsa da, qalmasa da, sən bunları tərk eləyirsən. Və bu tərk eləmək, tərk eləyəndə bu insana rahatlıq verir, yoxsa ağracı verir. Əgər insanın fokuslandığı yer yalnız və yalnız dünya həyatı olsa, bu həyat olsa, dünya həyatı ilə yekunlaşdırırsa bütün arzularını, axı insan əziyyət çəkəcək. İnsan bu qazandıqlarından, insan bu yaşadığı yerdən, insan qazandığı dostlardan gec-tez ayrılmalıdır. Bu bir prosesdir. Yəni, biz deyək ki, bu olmasın, bu təbiidir, bu təbii axardır. Bizdən öncəkilər də bu həyatı yaşayıb və sona çatdırıblar və biz də bu həyatı yaşayıb sona çatdıracağıq və bizdən sonrakılar da belə yaşayacaqlar. Bu bir qaydadır, bu pozulmayan bir qaydadır. Heç kim, belə deyək, diriliyi, yaşamı saxlaya bilmir. Heç kim bunu bacarmır. İndi biz istəyirik ki, bizim problemimiz burada yaranır. İlah yaxşı. Sən mərhəmət göstərirsənsə, onda niyə mane olursan dünyada qazanmağıma? Deyir, mən mane olmuram ki. Kim deyir ki, mane oluram? Mən deyirəm, qazan.
Mən deyirəm bunlardan qazan, istifadə elə, yaşa, amma sənə bir söz deyirəm ki, bunlar sənin üçün qalmayacaq. Mən sənə bunu deyirəm. Və biləsən ki, qalmayacaq. İnsan bir şey onun olmayanda, bir şey insanın özünün olmayanda, insan ona bağlanmır. Özünün olmayanda. İnsan ona nisbətdə çox həssas deyil. Ona nisbətdə çox diqqətli deyil. Ona nisbətdə çox əziyyət çəkmir. Misal olaraq deyirəm, bir dəfə öz maşının var, bir dəfə başqasının maşınıdır. Öz maşınına görə sən əziyyətə düşürsən, niyə görə? Çünki bağlanmısan, mənimsəmisən, özündir. Mənimsədiyin üçün, Allah eləməsin, bir şey olsa maşına, indi mənimsəmirsən dahi. Nə gecə yata bilirsən, nə də səhər fərli başda yuxudan oyana bilirsən. Niyə görə mənimsəmirsən? Artıq sənin, belə deyək, böyüklüyü, sənin ucalığı, maşına olan sevgi maşın qədər eləyib. Yəni, maddi bir çəkiyə salıb. Allah deyir, sən bu boyda deyilsən, damı? Sən bundan böyüksən. Maşın sürmək üçün də hər şeyə öz qaydası ilə bax. Allahın əsas bizdən istəyi budur və mərhəmət göstərir, bizlə danışır. Lütf edir, bizlə danışır. Allahın bizdən istəyi budur ki, sən hər şeyə olduğu kimi bax. Bu yaşadığın dünyaya da olduğu kimi bax. Əlində olan nə varsa ona da olduğu kimi bax. Niyə görə olduğundan əlavə eləmirsən? Sən gətirib gəlirsən hər hansı bir maddi bir şeyə öz şəxsiyyətin boyda, şəxsiyyət libası donu geyindirirsən, sonra bundan da xilas ola bilmirsən. Yaxşı, bu dünyada yaşa, yarat. Quran-ı Kərimin belə bir cümləsi var. Quran buyurur ki, onlar ki, dünya həyatıyla, dünya həyatında olanlarla ürəkləri aramlıq tapdı, onların ahirətə imanı yoxdur. Allah istəyir bizi buradan qırsın. Bax, mübarək Ramazan ayının əsas işi də bizim ac qalmağımız deyil, susuz qalmağımız deyil. Mübarək Ramazan ayının əsas işi budur ki, istəyir Allah bizə bir qəlbi rahatlıq versin, bir qəlbi böyüklük versin bizə, başa salsın bizi ki, sən az da qalmaq qüdrətin var. Sən ki, həmişə az qalırdın, evə girən kimi evi dağıdırdın, dünyanı dağıdırdın, mətbəxi dağıdırdın ki, bu acdır. Yəni, sən özünü aşağılama bu qidaya görə. Sənin qüdrətin var dayanmağa. Əgər halalın qarşısında dayana bilirsənsə, halaldan özünü çəkindirə bilirsənsə müəyyən saatlar ərzində, bunu öz iradənlə eləyirsən və mən sənə fəqət vacib eləmişəm. Amma sən bunu həyata keçirirsənsə, öz iradənlə eləyirsənsə, deməli, sənin çox çətinliyin qarşısında, çox problemin qarşısında tab gətirməyə gücün var. Mən istəyirəm ki, başa salım səni ki, mən öz ruhumdan üfürmüşəm səni yaradanda, öz xarakterimdən vermişəm sənə, öz xasiyyətimdən, xüsusiyyətlərimdən vermişəm sənə. Sən qüdrətli varlıqsan. Qüdrətli olmamağın, özünü qüdrətli bilməməyi mənə narahat edir. Belə deyə biliriksə əgər. Özünü qüdrətli bilməməyin. Qüdrətli bilmədiyin üçün özünü, sən ona görə günahın qabağında acizsən, sən ona görə, üzr istəyirəm, özündən biraz güclü adamdan qorxursan, sən ona görə, üzr istəyirəm, kiməsə, nəyəsə görə yaxınlaşırsan. Çünki özünü qüdrətli bilmirsən. Əgər özünü qüdrətli bilsən, mənim sənə verdiyim şəxsiyyət vəsiqəsi ilə, necə hansı kodlarla vermişdimsə sənə o kodlarla yaşasan, sən o kodlarla çox xoşbəxt yaşayacaqsan. Sən qüdrətlisən. Amma fikir versəz, insanların həyatına hiss eləsələr ki, biraz maddi sıxıntı çoxalır, maddi sıxıntılar çoxalır, məhdudiyyətlər çoxalır, insanlar başlayırlar təşvişə düşməyə, həyəcanlanmağa. Niyə görə? Çünki zəif hiss edirlər özlərini, gücsüz hiss edirlər özlərini. Allah bizə demək istəyir ki, əgər ruzi mənim əlimdədirsə, ruzini mən verirəmsə, sən niyə narahat olursan? Niyə sən sənin qüdrətli əlindən satın alıblar, əvəzində səndən çox-çox kiçik bir şey veriblər. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, qəlbun məşğulun bid dünya. Bir dəstə insanın qəlbi ancaq dünya ilə məşğuldur. Allah mərhəmət göstərir ki, olacağı bizə deyir. Olacağı bizə deyir ki, nə olacaq? Deyir, bax, sən bununla məşğul olsan, ancaq bu çərçivədə yaşasan, sənin bu dünyadan sonra bir yaşayış həyatın da var, o həyatda sənin əlində heç nə olmayacaq. Yaxşı, biz deyək ki, o biri dünya yoxdur. Bizə ora niyə çağırır? Bəlkə heç o biri dünya yoxdur. O biri dünya yoxsa görə biz bu həyata heç razılaşmayaq. İnsan gəlsin, bir ömür yaşasın,
bir ömür bu dünyada yaşasın, zəhmət çəksin, belə deyək də, hələ özü üçün deyə, özü üçün ancaq fəhləlik eləsin. İnsan bütün günü fəhləlik eləyir də özü üçün. Hər bir insan öz fəhləsidir. İndi birdən başqasının fəhləsi olmaq ağır da gəlsin ona, bu da problem deyil əslində. Amma hər bir insan öz fəhləsidir azından. Özünün fəhləsidir, ailəsinin fəhləsidir. Hər gün zəhmət çəkir. Və bundan sonra da bitir, gəl gözlərimi yum, dünyadan köç və dəfn eləsinlər səni bir torpaqda, bundan da bitdi. Onda bu həyatın mənası olmur. Bu yaşayışın mənası olmur. Əgər bitmək varsa, həyat çətinləşir. Fikir verin, insanlar ölümdən necə qorxurlar? Hamımız qorxuruq da, yəni. O qorxunu yaradan bizdə nədir? Ölümdən qorxunu yaradan nədir? Çünki biz bu yaşayışı bu dünya boyda bilirik, bu dünya çərçivəsində. Fikirləşə bilmirik ki, bundan sonra da gözəl bir həyat var, gözəl bir yaşayış var. Ona görə bu bizdə qorxu yaradır, zəiflik yaradır, qüdrətsizlik yaradır. Allahın da bizdən istəyi budur ki, bura onsuz da yaşayırsınız və bu yaşayışın içində siz ahirətə də azuqə yığın. Ehtimal da versə siz uduzmayacaqsınız. İmam Sadiq əleyhissalama bir nəfər dedi ki, səhv eləmirəmsə İmam Sadiq əleyhissalamın yanına gəlir. Deyir İmam Sadiq əleyhissalama ki, bəli. İmam Sadiqin yanına gəlir, deyir ki, nə peyğəmbər düzdür, nə sənin babaların düz olub. Niyyətində Həzrət Əlini, İmam Hüseyni və İmam Həsəni nəzərdə tutur. Deyir, nə Allah var və nə də axirət var. Bunlar hamısı yalan məsələlərdir. Bunların heç biri düz deyil. İmam Sadiq əleyhissalam baxır ona, deyir ki, yaxşı. Hesab eləyək ki, düz deyil. Mən namaz qılıram, oruç tuturam, hacca gedirəm və ehtimal verirəm ki, axirət olar. Bunları eləyirəm. Sənin kimi də dünyada da yaşayıram. Gündəlik ehtiyaclarımı da ödəyirəm, nəyə ehtiyacım olursa qazanıram, ödəyirəm və sənin kimi, sənlə bu yaşayışda müştərəkəm, eyni yaşayırıq, amma bircə sən deyirsən ki, yoxdur, namaz da qılmırsan və deyirsən, yoxdur, oruc da tutmursan, deyirsən, yoxdur, bunlar yalan söhbətdir, axirət yoxdur, hacca da getmirsən, bunlara riayət eləmirsən. İmam Sadiq çox qəşəng bir sual verir ona. Deyir, birdən oldu, nə edəcəksən? Deyir, olsa əgər, bu axirət olsa, mən neçini itirmirəm. Çünki mən namazımı qılmışdım, orucumu tutmuşdum, Allahın əmrlərini icra eləmişdim. Olsa mən heç nə itirmirəm. İndi olmazsa sən nə edəcəksən? Birdən olsa sən nə edəcəksən? Birdən olmasa mən itirmirəm. Amma olsa sən itirirsən axı. Deyir, yaxşı, sən bu qədər düşüncəli hiss edirsənsə özünü, axı fikirləşməlisən, razılaşmamalıdır insan ancaq bu həyatla yaşasın. Bu həyat bəs eləyir. Bu həyatla yaşamağa razılaşmamalıdır. Ona görə də düşünməlidir ki, bundan sonraki bir həyat da var. Əgər ola bilməz Allah bu məhdud bir dünya üçün, üzr istəyirəm, insanı yarasın, insan ancaq zəhmət çəksin bu dünyada, ondan da sonra ölüb çıxıb getsin torpağa, sümükləri torpağa sovrulub çıxsın getsin. Belə deyil. Əleyhissalam bu ki, bir dəst insan var ki, onların qəlbləri dünya ilə məşğuldur. Deyir, onlar itirəcəklər. Onlar itirəcək, hər şeylərini itirəcəklər. Doğrudan da belədir. Ölən insan əgər axirəti olmasa, hər şeyini itirir. Hər şey itirir. Gözünü yuman kimi hər şey insanın əlindən çıxır. Allah mərhəmət göstərir, istəmir insan belə yaşasın. Sonra buyurur Həzrət Əli əleyhissalam ki, ikinci dəstə, o dəstədir ki, onların qəlbi axirətlə məşğuldur. Deyir, bu yaxşıdır. Bunlar həm dünyada yaşayırlar, dünyadan faydalanırlar və eyni zamanda axirətləri üçün də azuqə yığırlar. Bir nəfər çıxıb deyib ki, qış möhkəm keçəcək bu il. Və belə deyim, bir kənddir, ucqar yerdə bir kənddir. Bu kənddə qışını ancaq odun yığmaqla qışdan çıxa bilir. Ucqar yerdə bir kənddir. İndi bu inanmır. Ağıllı adamlar ehtimal verirlər ki, misal olaraq, ehtimal verirlər ki, bəli, deyirlər, qış sərt keçəcək, soyuğu sərt olacaq, odunu çox yığmaq lazımdır. Çox odun toplamaq lazımdır qışda yandırmaq üçün. Bunlar inanmadılar. İnanan inandı və inanmayan inanmadı. İndi inanmayıb odun yığmayan qışda nə edəcək? Ola bilsin ki, olsun da. Ola bilsin ki, sərt olsun. Sən deyir, ehtimalla da olsa bir xətər hiss eləsən, təhlükə hiss eləsən, o təhlükəyə tərəf ehtimalla da olsa o təhlükəni aradan qaldırmalısan. Yol gedirik, qaranlıq yoldur. Deyirlər bizə ki, filan dalanda küçə itləri var, yırtıcı itlərdir. Ola bilsin, hücum eləyib parçalaya bilərlər. İnsan, ağıllı insan nə edəcək? 2 gün oradan keçib, amma görməyib o itləri orada.
Elə deyil. Adi bir insanın sözü də olsa, adi bir insanın sözü də. Bugün ehtimal verəcək ki, hətta üzr istəyirəm, dəli də desə bunu, ehtimal verəcək, birdən oldu. Ağıllı adam bunu eləyər. Birdən oldu. Hər halda təhlükəsizliyimi qoruyayım. İndi burada deyir ki, burada sözü deyən adi adam deyil. Burada sözü deyən səni və bu aləmləri yaradan Allahdır. Deyir ki, var ora. Peyğəmbər deyir ki, ora var. Və ona görə də ən azından ehtimal da versəndir, ehtimalla da olsa sən axirət üçün azuqə yığmalısan, axirət üçün yaşamalısan. Axirətin olmasının varlığını insan qəlbi özü təsdiqləyir, insan vicdanı qəlbi özü təsdiqləyir. İnsan içində ölməmək istəyi var, ölməmək ümidi. İnsan ölmək istəmir. Ölmək istəyirsiniz, yox. Heç kim ölmək istəmir. O ki, arada bəzi insanlar sıxılır, problemlərin qabağında deyir ki, ölüm bundan yaxşıdır, o yalan deyir. Bütün statistikaya görə, bütün sənədlər təsdiqləyir ki, kim intihar edirsə, özünü öldürmək istəyirsə, o bir an artıq boğulmağa başlayanda çapalayır ki, oradan xilas olsun. Adam axtarır ki, ona kömək eləsin. Fikir verirsiniz, deməli, heç kim ölmək istəmir. Sadəcə dünya sıxmışdı onu, çətinləşmişdi, problemləri çətinləşdirmişdi onun üçün həyatı. Ona görə bu sıxıntıdan qaçmaq istəyir. Sıxıntıdan qaçmağın yolunu məntiqlə, ağılla həll etmədiyi üçün intihara əl atır. Yoxsa əslində ölmək istəmir, sıxıntıdan xilas olmaq istəyir. İndi insanın içində olan bu his ölmək istəməmək hissidir. İnsan ölmək istəmir, insan həmişə yaşamaq istəyir. Həmişə yaşamaq istəyi göstərir ki, insan təkcə dünyadan ibarət deyil. İnsan üçün bir həyat da var ki, o həyatda yaşaya bilər. O həyatda bu libasını soyunacaq, bədən libasını soyunacaq, ət-sümük aləmindən çıxıb tam başqa bir aləmə daxil olacaq və yenə yaşayacaq. Ona görə Əli əleyhissalam buyurur ki, bir dəstə insan var ki, onların qəlbləri axirətlə məşğuldur. Onlar əmrləri icra edirlər. İlahi, namaz qılım niyə? Namaz qılmasan, misal olaraq soru-sualı var, əzaba düşər ola bilərsən, qılır. İlahi filan işi görüm, dini, ayini icra edeyim, niyə görə? Eləməsən belə olacaq. Ona görə qarşılığında eləyir ki, belə olmasın. Təhlükəni hiss edir. Həzrət Əli buyurur ki, bunlar da axirətdə cənnətə qazanacaqlar. Çünki təhlükəyə ehtimal verirlər ki, qabaqda bir təhlükə var, qarşıda bir təhlükə var və o təhlükədən özlərini xilas eləmək üçün ağıllı davrandılar. Amma Həzrət Əli gəlir, buyurur ki, mən qısa izah edirəm ki, çox yormayayım sizi. Həzrət Əli buyurur, üçüncü qəlb sahibləri haqqında buyurur ki, bir dəstə insan var ki, onların qəlbi Allahla məşğuldur. Qəlbun məşğulun bil-dünya, qəlbun məşğulun bil-uqba. İkisini dedim, dünya ilə və axirətlə məşğul olan ürəklər və bir dəstədə insan var ki, onların qəlbləri Allahın özü ilə məşğuldur. Bu daha maraqlıdır. Bacardığım qədər izah edəcəm. Bunlar deyirlər ki, bunlar nə cəhənnəmin qorxusundan namaz qılırlar, nə cənnətin şövqündən oruç tuturlar və yaxud da namaz qılırlar. Bunların işləri, bunların dərdi Allahın özüdür. Bunlar deyirlər ki, ilahi yox, bizə sənin özün lazımsan. Biz elə sənə görə edirik. Əzab olsa da, olmasa da, ləzzət olsa da, olmasa da, biz bu namazı qılırıq, orucu tuturuq ki, sənin razılığını əldə eləyək. Çünki bilirik ki, səndən çox bizim qəlbimizə aramlıq verən ikinci bir varlıq yoxdur. Son dərəcə aramlığı sən verə bilirsən bizə. Bunlar cənnətə ümidli deyirlər. Bunlar Allahın özünə ümidlidirlər. Əli əleyhissalam buyurur ki, bir dəstə insan var ki, onların qəlbi birbaşa Allahla məşğuldur. Dərdləri Allahdır. İmam Səccad əleyhissalamın duası var. İmam Səccad buyurur ki, ilahi, la yəqirru qərarı dunək. İlahi, mənə cənnət də versən və əzabdan xilas eləsən də məni, amma özünü verməsən mənə, mən rahat dayanmayacam, aramlaşmayacam. Mənə sənin özün lazımsan. Nə cənnət, şövqün mənə ibadətə tərəf aparır, nə də cəhənnəm qorxusu. Mən bunlara görə eləmirəm. Həzrət Əli əleyhissalam özü buyurur ki, ilahi, nə cəhənnəmin qorxusundan, nə də cənnətin şövqündən ibadət eləmirəm. Sən doğrudan da ibadətə layiqsən. Bunlar artıq sevgi yolu ilə gedirlər. Bunlar məhəbbət yolu ilə gedirlər. Deyirlər, ən yaxşı yol, ən ideal yol məhəbbət yolu ilə hərəkət eləməkdir. Yadımızda qalsın, onların ki, qəlbləri axirətlə məşğuldur, onlar əzaba düçar olmayacaqlar. Çünki özlərini qorudular.
hər hansı bir qarşıda hiss olunan təhlükədən özlərini qorudular. Siz təsəvvür edin ki, əgər Allah insana əzab vermək istəsəydi, insanı qarşıda gələn təhlükədən xəbərdar eləyərdi. Əgər əzab vermək istəsəydi, qarşıdan gələn təhlükədən xəbərdar eləməzdi. Əgər bir nəfərə sən qarşıda bir təhlükə var, problem var, onu deyirsənsə, deməli bu insanı sevirsən, ona bu məsləhəti verirsən ki, qarşıda bir təhlükə var. Allah da insanı sevdiyi üçün qarşıda, insanın qarşısına çıxacaq təhlükədən insanı xəbərdar edir. Və ona görə də bu insanlar xilas olacaqlar. Amma üçüncü dəstə insanlar isə onlar daha çox zirvəyə ucalırlar. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Onların mükafatı olaraq Allah təkcə cənnətdən danışmır. Onlar üçün tam başqa bir zirvədən danışır. Onlar haqqında danışanda buyurur ki, Allah yolunda dünyasını dəyişənlərə ölü deməyin. Deməli, insan ölümsüzlük, ölümlə müxalif idi, ölümə qarşı idi. İnsan ölümü qəbul eləmir, ölmək istəmir. İnsan bu xarakteridir, insan iç aləminin səsidir. Görürsən, bir nəfər 80 yaşında, 90 yaşında insan, sən fikirləşirsən ki, 90 yaşım var da, hələ də yaşamaq ümidi. Axı, insan yaradılanda insanın fitrətində ölümsüzlük qoyulub. İnsan ölümü qəbul eləmir. İnsanın, belə deyək, bu maddi aləmlə vidalaşması onun ömrünün sonu deyil, onun ölümü deyil. Maddi aləmlə vidalaşması bu aləmdən keçid alıb başqa bir aləmə qədəm qoymaqdır. İnsan bunun üçün yaradılıb. Ölüm yox. Biz götürüb gəlib adını ölüm qoymuşuq. Baxın, Quran-ı Kərim müəyyən insanlardan danışanda onlar yaşayırlar, diridirlər, yaşayırlar, amma onları ölü adlandırır. Amma müəyyən insanlardan danışanda isə onlar dünyadan köçüblər, amma onları ölü adlandırmağa icazə vermiş. Bir dəstə insan dünyada yaşayır, Quran buyurur ki, onlar ölü kimidirlər. Yaxşı, biz deyərik, deyir ki, o ölü kimidir. Nə diriyə hay verir, nə ölüyə hay verir. Onun heç bir faydası yoxdur. Bir dəstə insanı ölü kimi adlandırır. Amma bir dəstə, onlar yaşayırlar, yaşayan insanlara deyirəm. Yəni, dünyada gəzirlər. Amma onları Allah ölü adlandırır. Niyə görə? Çünki həqiqətlərə tərəf addım atmayan insan, düşünməyən insan həqiqətdə yaşamır. Amma bir dəstə insan isə dünyadan köçsələr də belə onları ölü deməyi belə qadağan edir Allah. Şəhidlər haqqında olan ayəni ki, bilirsiniz, çox eşitmişsiniz. Və la tahsabannallazina qutilu fi sabilillah amvat. Allah yolunda dünyadan köçənlərə ölü deməyin, qəti qadağa qoydu. Deyir, ona ölü demə. Deməyinlə ki, cavan uşaq idi, misal olaraq adətən yaşlı adamlar ürəkləri yanıb deyirlər. Deyirlər ki, cavan uşaq idi, öldü, getdi demə. Deyir, bunu demə. Ölü deməyə qadağan edib. Deyir, ona ölü demə, bəl əhyaun, əksinə diridir. Sən dirini bilmir, diri ilə ölülüyü fərqinə vara bilməmisən, ona görə ona ölü deyirsən. Deyir, əslində diridir. Yaxşı, bunlar cənnətə getdilər, Quran tam başqa söz deyir. Bəl əhyaun, onlar diridirlər. İndə Rəbbihim, demədi cənnətə. Dedi, Rəblərinin yanındadılar. Deməli, alimlər deyirlər ki, cənnətdən də bir uca bir zirvə var, məqam var, peyğəmbərlərin çatdığı bir zirvədir. Allah cənnəti də kiçik bildi o insanlar üçün, şəhidlər üçün, onları birbaşa öz yanına apardı. İndə Rabbihim yurzəqun. Öz yanına aparıb əlavə bir süfrə saldı. Əlavə bir süfrə açdı onlar üçün. Fikir verin, bunlar ölülüyü tərk elədi. Ölümü qəbul eləmədi. Ona görə buyurur ki, Allahla məşğul olan qəlblər var. Allahla məşğul olan qəlblər həm dünyada şaddırlar, həm də axirətdə şaddırlar. Onlara heç nə maraqlandırmır. Ona görə İmam Səccad əleyhissalam buyurur ki, İlahi, mənə sən özün lazımsan. Mübarək Ramazan ayda gəlir bizi əslində Allaha yaxınlaşdırır. Cəhənnəmdən xilas eləyəcək, əzabdan xilas eləyəcək. Bunlar hamısı öz yerindədir. Amma əsas məsələ budur ki, mübarək Ramazan ayının əsas fəlsəfəsi bundan ibarətdir ki, Allah istəyir ki, özü bəndəsinə yaxındır, bəndə də ona tam olaraq yaxın olsun. Bəndə ilə Allahın arasında heç bir şey məsafə yarada bilməsin. Mübarək Ramazan ayının fəlsəfəsi bundan ibarətdir. Fikir ver, deyir ki, mənə görə su içmə.
İnsan Allaha görə su içməyəndə insanın qəlbində bir aramlıq yaranır və bir istilik yaranır Rəbbi ilə özü arasında. İnsan Allaha görə nədənsə çəkinəndə insanın ürəyində Rəbbi ilə özü arasında bir istilik yaranır. Deməli, əsas məsələ budur. Əsas məsələ insanın Allahla yaxın olmağıdır. Sən dünyada yaşaya, dünyadan köç. Allah səndən razı qalsın, sən də Allahdan razı qalasan. Allahın insandan razı qalmağı çox asandır. Allahın insandan razı qalmağı çox rahatdır. İnsan Allahdan razı qalmaq üçün biraz məsələ çətinləşir. 1-2-3 dəqiqə bu mövzuda işarə edeyim və gələn görüşümüzdə inşallah davamını ardını inşallah deyərəm sizə. Allahla yaxınlıq məqamı, Allahı tam anlamaq, tam Allahdan qidalanmaq, faydalanmaq necə olur? Necə olsun ki, Allah insandan razı qalsın? Deməli, Allahın insandan razı qalması üçün insanın Allahdan razı qalması şərtdir. Olur bəzən görürsən, dostlar arasında, qohumlar arasında, insan namaz qılanlar arasında bəzən olur, belə bir hal baş verir. İnsan küsür, nədənsə incir. Hamımızın həyatında olur, amma demir. Küsür yavaş-yavaş uzaqlaşır, amma demir. Ya qorxudan demir, ya misal olaraq məsələni necə çözəcək ona görə demir. Nədənsə artıq ehtiyat edir demir və nəticə etibarilə bu soyuqluq, bu küskünlük bir düşmənçiliyə çevrilir və bir inamsızlığa çevrilir. Nəticə etibarilə bu küskünlükdən insan qəlbində kin başlayır baş qaldırmağa, artıq soyuqluq yaranır, düşmənçilik yaranır və nəticədə heç vaxtda barışa bilmir. İndi mən düşünürəm ki, bilmirəm nə dərəcədə bunu izah edə biləcəm sizə, amma çalışacağım ki, izah edeyim. Mən düşünürəm ki, insan hansısa məsələdə Allahdan küsüb səsini çıxara bilmir. Hər hansı bir həyati bir məsələdə, maddi sıxıntıda, ona görə indi Allaha etimad eləmir. Sadəcə bu sözü heç kimə deyə bilmir. Ya Allahdan gözləntisi səhv olub insanın, Allahdan gözləntisi səhv olub, heç bir zəhmət çəkmədən, heç bir hərəkət eləmədən istəyib ki, hər hansı bir istədiyi arzusu heç bir zəhmətsiz həyata keçsin. Allah da bu işə əl qoymayıb. Çünki Allah belə işə əl qoymur. Görə zəhmət olsun ortada. Nəsə eləyəsən. Hər hansı bir işin belə deyək, qurulması üçün onun yolu var. Ona gedən bir yol var, proses var. O prosesi mütləq hərəkətə salmalısan ki, iş nəticə versin. Ya gözləntisi yersiz olub, Allahdan nəsə istəyib, Allah da ona verməyib. Misal olaraq, baxıb görüb ki, qarşısından indi cavanlara uyğun deyirəm. Baxıb görüb bir brend markalı maşın keçdi qabağından, parıldayır, bunu da gözünü qamaşdırdı. Mən də ondan istəyirəm. Bu da namaz qılandır misal olaraq. Gecə gündüz dua eləyir ki, mən ondan istəyirəm. O maşından istəyirəm. Allah da vermir. Necə versin? Axı bir şeyi almağın bir yolu olar. İnsan bir nəticəni, uğuru görür. Fikir verin, biz bütün ən məşhur futbolçular kimi, kimin futbola həvəsi varsa, bütün gənclər, futbola həvəsi olan gənclər ən məşhur futbolçu kimi dünyada məşhur olmaq istəyirlər. Belə də elə deyil. Amma o futbolçunun həmin o məşhurluğa gəlib çatma yoluna heç kim getmək istəmir. O zəhməti, heç kim zəhmətə qatlaşmaq istəmir. Misal olaraq, bəzən görürsən, insan baxır mənbərdə bir din xadimidir, çıxış edir, cəmaat da onu hörmət edir. Bunun hörməti bütün ölkəni götürüb. Hamı onun kimi olmaq istəyir. Amma hörmətinə şərikdirlər. Zəhmət tərəfinə heç kim şərik deyil. Fikirləşmir insanlar ki, bura gəlib çatmaq üçün bu ölkə səviyyəli bir hörmətə sahib olmaq üçün müəyyən zəhmətlərdən keçmək lazımdır və sonra Allah özü gəlir onu sənə verir. Sən onu istəmirsən. Amma zəhmətə qatlaşmırlar. İnsan da gəlir Allahdan çox şeyləri hərəkətsiz istəyir əldə eləsin. İstəyir hərəkətsiz əldə eləsin. İstəyir hərəkət eləmədən, zəhmət çəkmədən əldə eləsin və bu da olmayanda deyir, yaxşı da dediniz ki, Allahdan istə. Mən də Allahdan istədim, Allah da vermədi, mən neyniyim? Bir insan bir uğura gedən yolu, bir uğuru istəyirsə əgər, o uğura gedən yolu getmək istəmirsə və bu halda dua eləyirsə, alimlərdən biridir ki, o duaya başlamayıb. Heç ümumiyyətlə dua eləməyib o. Özü üçün danışır da elə. Namazdan sonra oturmuşdu, misal üçün iki namazı arasında danışırdı.
Fikir verirsiniz. Deyir, özü üçün danışırdı. Heç dua zad eləməyib. Və insan belə olur. Biraz açacağım bunu, üzr istəyirəm sizdən. Lazımdır bizim üçün. İnsan belə olur. O küskünlük qalır insanın ürəyində. Allahdan gözləntisini əldə eləyə bilmir. Küskünlük qalır insanın içində. Və sonra sual verir adam özünə ki, doğrudan niyə görə mən Allaha yaxın ola bilmirəm? Hardasa, nədəsə və necəsə sən Allahdan narazısan. Bugünə qədər ürəyində davam edir. Ona görə həyatı başda araşdırmağa, bax gör, harda nə istəmisən Allahdan, nə gözləmisən, nəyi verməyini sənə istəmisən və ala bilməmisən. Qorxudan səsini çıxarmamısan ki, deyərəm, etiraz eləyərəm Allaha, bundan da böyük problem götürər, gələr başıma sonra. Səsini də çıxarda bilməmsən. Heç kimə deyəməmsən ki, ya məni kafir çıxardarlar, ya dindən çıxmış hesab eləyərlər. Bir ad qoyarlar mənə. Bundan qorxmusan. Amma oturub təftiş eləmək lazımdır. Ən araşdırılmalı yer insan qəlbidir, insan ürəyidir. Biz onu az təftiş edirik. Ona görə də ürəyimizin daxilində Quran-ı Kərim nə buyurur? Deyir ki, mən siz harda sorğu-sual eləyəcəm, necə soruşacam sizdən? Deyir, ürəyimizin dərinliyi var ha. O qəlbimizin dərinliyindən. Belə, oradan soruşacam sizdən. Orada mənə qarşı necəsiz? İndi bugün məndən soruşurlar misal olaraq. Bir fərd, insan olaraq, bir fərd olaraq. Allah güngüzaranı necə keçir? Şükür Allaha, əlhəmdülillah. Yaxşıdır, əladır. İndi doğrudan da görəsən bu şükür Allahadır, yoxsa ki, bir nəfərin başına cürbəcür deyirlər, bir alim danışırdı, cürbəcür hadisələr gəlir, problem ardıca, yığıldı boğaza da. Yığıldı boğaz, amma bunu da dili öyrəşmişdi həmd eləməyə, şükür eləməyə. Soruşdular ondan ki, necəsən? Dedi, əlhəmdülillah. Dedilər, sən bu qədər sıxıntının qabağında, bu qədər çətinliyin qabağında, yenə də Allaha həmd eləyirsən. Deyə, bu həmd o həmddən deyir. Özü bilir mən nə dedim ona. Yəni, bu həmdin içində nə qədər problemlər var. Bəzən bu şükrin içində nə qədər problemlər olur. Ona görə də insan qəlbini təftiş eləməlidir ki, doğrudan mən şükür eləyirəm, doğrudan bu həyatdan razıyam ya yox. O qənaətə gəlsə insan, vəssalam, Allah ondan razıdır. Görün nə qədər rahatdır. İnsan bu qənaətə gəlsə, Allah ondan razıdır. Bundan rahatlaşır məsələ. Və insanın Allaha inamı burada bərpa olsa, namazı qəbul elətdirən, orucu qəbul elətdirən, nə bilim, digər ehsanı, yaxşılığı qəbul elətdirən əsas məsələ insanın Allaha son dərəcə daxili etimadıdır. Daxili etimadı olsun. Ona görə deyirlər ki, küsən adamlar, inciyən adamlar yoxdur. Əgər digərlərindən tez-tez inciyən adamlar varsa, adi insanlardan. Deyir, o adam Allahdan da narazıdır. Digərlərindən tez-tez küsən adamlar hər şeyə görə küsür, hər şeyə görə inciyir. Qardaşından inciyib, bacısından inciyib, ailəsindən inciyib, valideynindən inciyib. Deyir, bu adam əslində Allahdan narazıdır. Çünki o valideyni, görün nə qəşəngdir. Çünki o valideyni Allah sənin üçün seçmişdir. Soruşmayıb bizdən ki, hansı ana istəyirsən, hansı ata istəyirsən, o ailədə dünyaya gəl. Valideyn Allahın seçimidir bizə görə, elə deyil. Və yaxud da bacıdır, qardaşdır, qohumdur, əqrəb. Bunlar Allahın bizdən soruşmadan bizim üçün seçdiyidir. Əgər mən valideyninlə razı deyiləmsə, bu deməkdir Allahdan razı deyiləm. Əgər mən hər hansı bir qohumumdan, dostumdan, evladımdan razı deyiləmsə, bu deməkdir ki, mən Allahdan narazıyam. Görürsünüz, kökara gəldi, çıxdı. Deməli, insanlardan tez-tez küsən adamlar, insanlarla qəlbini düzəltməyən insanlar Allahdan da narazıdırlar. Və Allahdan narazı olan insan isə heç vaxt Allaha ümid bəsləyə bilməyəcək. Ümidsizliyi yaradan əsas məsələ budur. Əli əleyhissalam buyurdu ki, son cümləsini deyirəm. Əli əleyhissalam buyurur ki, mən Peyğəmbər ümməti üçün iki şeydən qorxuram, onlardan biri budur. Mövzumuza uyğun olaraq birini qeyd edirəm. İki şeydən qorxuram Peyğəmbər ümməti üçün, biri də uzun-uzadı arzulardır. Arzular çoxaldıqca insan Allahdan narazı qalır. Bəzi arzular var ki, insan üçün təyin olunan 70 il, 80 il, 50 il ömür o arzulara çatmağa bəs eləmir. Deyir, mən istəyirəm bütün dünyaya hakim olum. Olmur axı belə. Belə olmur. Bəzi arzular var ki, insanı Allahdan ayırır. İnsanı Allahda o arzuları düz eləməmişəm və çata bilməmişəm. İndi deyirəm ki, axı ümidvar oldum da Allaha, eləmədi axı mənim üçün. Yox, belə deyil, səhvdir.
Gəl belə eləyək, bu mübarək Ramazan ayıdır. Elə bunu deyirəm, yekunlaşdırdım da. Gəl belə eləyək, mübarək Ramazan ayıdır. İlahi, mən bu gündən etibarən səndən heç nə istəməyəcəm. Heç nə istəməyəcəm. Mən olmayan şeylərə barmağımı qoymayacam. Mən istəyirəm bu gündən etibarən mənə kömək eləyəsən, mənə verdiklərimi danışım səndən, onları başlayayım bir-bir saymağa. Bir də oturun, indiyə fikirləşin, ya yazın, axır necəsə. Bir də otursun insan, oturub fikirləşək ki, Allahın mənə verdiklərinə baxın bir dənə. Verdiklərini dəyərli bilmədiyim üçün dərhal olmayan şeylərə qaçıram. O məndə olmayan şeylərin böyük əksəriyyəti inandırım sizə ki, mənə lazım deyil. Sadəcə başqasında görürəm, gözümü qamaşdırır deyə mən qaçıram onun dalınca. Bax, məsələ burada, problem burada yaranır. Allah son dərəcə mərhəmətlidir. Bir dənə verdiklərinə baxsaq, o deyirlər, bir yaşlı kişidən soruşdular. Deyirlər ona ki, görün nə qəşəng cavab verib. Deyirlər ona ki, necəsən, keyfin əhvalını, hal əhvalını soruşdular. Dedi, valla, məndən yaxşısı yoxdur da bu dəqiqə. Yaxşıyam. Deyirlər ona, nəyə görə belə təşəkkür edirsən də, şükür edirsən Allaha? Dedi, ona görə şükür edirəm ki, mən bir nəfər idim. Allah mənə 40 nəfər eləyib. Evladlarım, nəvələrim, ailəm 40 nəfərə mindi. Deyir, mən nədən narazı qalım? Allah bir nəfər idim, 40 nəfər eləyib məni. İnsanın baxışına bax, insanın baxış bucağına bax. İnsanın ətrafı neymətlərlə doludur. İnsan bunları saysa, Allahın əsas şey elə budur. Saysa, yaxşı, axı bəzi şeylər var ki, mənə lazımdır, bunlar da var. Onu necə eləyim? Sən Allahın verdiyi neymətləri say, qiymətləndir, dəyərləndir və onları yerində istifadə elə. Allaha and içirəm ki, sənə lazım olan şey, sənin seçdiyin deyil, lazım olan şey Allah verəcək sənə. Sənin seçdiyindən ümidvi üzəcək və qəlbivi küstürəcək. Görəcəksən ki, o sənə lazım deyilmiş. Və kim bu dünyada yaşayıbsa, hər nə əldə edibsə və Allahı kənara qoyubsa və nə əldə edibsə 5 gün sonra görüb ki, yox, bu deyil. Bu deyil, elə belə də yaşayır. Niyə bu deyil? Çünki insana əsas lazım olan varlıq Allahdır. Allah olsa hər şey düzəlir. Allah olsa insan həyatında, insan öz həyatının dəyərini, qiymətini tapa bilir və öz dəyərini, həyatına uyğun olaraq ən uca, yüksək bir sahəni əldə edə bilir. Çox deyiblər, eşitmişsiniz, Rəcəbəli Xəyyat adında bir arif olub. Rəcəbəli Xəyyat dərzi idi də, yəni. Ona görə xəyyat deyirlər ona. Fikir və onun zamanında nə qədər imkanlı, pullu, imkanlı adamlar olub, amma Rəcəbəli Xəyyat qədər hörmətli adam olmayıb. Bu gəlir harada tapır? Gəlir özü ilə Allah arasında tapır özünü, dərzidir. Başqa bir deyəsən ki, Allaha yaxın olmaq üçün mənbərə çıxmaq lazımdır, 20 il mədrəsədə oxumaq lazımdır, 50 il mədrəsədə oxumaq. Bunların heç biri lazım deyil. Allaha yaxın olmaq üçün bir dənə Allahla gözəl münasibət qurmaq lazımdır, içdən. İçdən gözəl münasibət qurmaq lazımdır. Bu dərzidir. Bir nəfər din xadimi gəlir yanına, bilirsiniz də din xadimlərində libası olur, əmmamı qoyurlar, əba-qəba giyinirlər əyinlərini. Gəlir Rəcəbəli Xəyyatın yanına, paltarını tikdirsin. Bu dərzidir də. Deyir ona ki, nə dərsi deyirsən? Rəcəbəli Xəyyat soruşur ondan. Deyir, nə dərsi deyirsən? Bu da fəxr edir də. İndi hər bir şeyin bir bəlası var. Elmin də bəlası biraz bilməkdir. İctihad dərsi keçirəm. İctihad dərsi bilirsin nədir? Yəni bir nəfər oxuyur, yetişir, din xadimidir. 5 il, 6 il, 10 il oxuyub, ya 15 il oxuyub. Bir də var ki, artıq 40-50 il oxuyub, bu müctəhidliyə doğru gedir. Yəni, belə deyək də, İslam elmində mədrəsə ən yüksək zirvədir. İbtidai deyil də, artıq bu, belə deyək, çox yüksəkdədir. Bu da fəxrlə deyir ki, bəs dərs xaric deyirəm, yəni yüksək səviyyəli dərs deyirəm. Bunu özü üçün bir üstünlük hesab edir. Rəcəbəli Xəyyat baxır ona, deyir ona ki, heç tələbələri Allah eşkini datdıra bilmirsən. Burada da ilişdirir onu. Burada da dayanır. Bu elə yəni ayıq adamdır ya. Bu ayıq adamdır. Dayanır, deyir ki, yox. Elə qalmışıq cümlələrdə. O məsələ belə oldu, bu məsələ belə oldu. Deyirlər ki, bundan sonra həmin bu alim neçə il
getdi Rəcəbəli Xəyyatın yanında tələb olmağa. Dedi ki, mən həyatımı indi tapdım, indi başa düşdüm. Elə bilirdim ki, bu 40 il, 50 ildir bu dərs gedirəm tələbələrə. Elə bilirdim ki, mən Allah yolunda yaşayıram. Xəbərim yox idi ki, bir qürur var idi içimdə. Yoxsa bir cümlə ilə düzəltdi onu. Bu dərzidir, bu 50 il mədrəsə oxuyub. Bu 30 il mədrəsə oxuyub. Fikir verirsiniz, özü buyururdu Rəcəbəli Xəyyat. Çox qəşəng cümlədir. Vallahi adam yadında saxlayıb həyatının bütün sahələrində tətbiq eləyə bilər. Rəcəbəli Xəyyat buyurdu ki, nə vaxt ki, iynəni bu paltara Allah üçün vurmadan batdı əlimə. Bir yerə gəlib çatmışdı ki, bunun fikri bu idi ki, insanın həyatında nə kimi problemlər varsa, elə bu iynə kimidir. Həyatında nə kimi problemlər varsa, bu problemlər Allahla arasının pozulduğu üçün var. Pozulması olmayacaq. Allahdan istəyirəm ki, Allah mübarək Ramazan ayında biz öz əziz bəndələrindən qərar versin. Allah axirətimizi xeyirli eləsin. Allah dünyamızı xeyirli eləsin. Allah imamımızın zorunda təcil eləsin.